1994-cü ilin yanvar-fevral ayı 1-ci Qarabağ müharibəsi dövründə Azərbaycan ordusunun bəlkə də ən çox itki verdiyi tarixdir. Belə ki, həmin vaxt Kəlbəcərin müdafiəsi zamanı qüvvələrin qeyri-bərabərliyi, eləcə də kəskin hava şəraiti, amansız şaxtalar və qar uçqunları səbəbindən minlərlə Azərbaycan əskəri həlak oldu. Ən ağırı isə odur ki, həmin günlərdə bəzi komandirlərin səriştəsizliyi və məsuliyyətsizliyi ucbatından düşmənin mühasirəsinə düşən hərbçilərimizə kömək gəlməməsi səbəbindən son damla qanına qədər döyüşərək həlak olan və itkin düşən döyüşçülərimiz də var. Onlardan biri də Muxtar Qınyazoğlu Şahgəldiyevdir. 7 fevral 2026-cı il tarixində itkin şəhid Muxtar Şahgəldiyevin 54 yaşı tamam olur. Bu münasibətlə Muxtarın əzizləri, yaxınları, eləcə də keçmiş döyüş yoldaşları və qazilər və Şəhidlər Ölməz YouTube kanalının və El televiziyasının əməkdaşları itkin şəhidin xatirəsinə ucaldılan bulaq kompleksini ziyarət ediblər. Şəhidin abidəsi önünə gül dəstələri düzülüb. Şəhidin anım gününə toplaşanlar Muxtar Şahgəldiyevlə bağlı xatirələrini bölüşüblər. Qeyd edək ki, Muxtar Qınyazoğlu Şahgəldiyev 1972-ci il fevralın 7-sində Qərbi Azərbaycanın Vedibasar rayonunda anadan olmuşdu. Məlum hadisələrlə əlaqədar sonradan ailəsi ilə birgə Yevlax rayonunun Qaraməmmədli kəndində məskunlaşıb. O, keçmiş SSR ordusunda xidmətini başa vurduqdan sonra milli ordunun tərkibində erməni işğalçılarına qarşı döyüşlərə qoşulub. Füzuli uğrunda döyüşlərdə iştirak edib, ardınca isə Kəlbəcərin müdafiəsinə 701 saylı hərbi hissəyə göndərilib. Muxtar Şahgəldiyev 1991-ci ilin fevralında 701 saylı hərbi hissənin tərkibində Kəlbəcərin azad olunması uğrunda döyüşlərə qatılıb. 1994-cü ilin fevralın 10-da baş verən Qızılqaya yüksəkliyindəki sonuncu döyüşdən sonra Muxtar haqqında heç bir məlumat yoxdur. Həmin hadisədən 32 il keçməsinə baxmayaraq, ailə üzvləri bu gün də onun sorağındadır. Nəzərinizə çatdıraq ki, 2025-ci ilin iyul-sentyabr ayları ərzində Muxtarın və döyüş yoldaşlarının vaxtı ilə itkin düşdüyü Qızılqaya yüksəkliyində keçmiş 701 saylı hərbi hissənin döyüşçüləri olmuş İbad Vəliyevin və Rizvan Qasımovun köməkliyi ilə, eləcə də müvafiq dövlət qurumlarının iştirakı ilə axtarışlar aparılıb. Axtarışlar nəticəsində bir çox nişanələrə rast gəlinib. Hazırda həmin nişanələrin kimə məxsus olmasını müəyyən etmək məqsədi ilə ekspertiza işləri görülür. İnanırıq ki, tezliklə kimliyi aşkar olunanların içərisində itkin şəhid Muxtar Şahgəldiyevin də adına rast gəlinəcək və bu, onu tanıyanların, xüsusilə də ailəsi üçün ən böyük təsəlli olacaq. Gülbəniz Abdullayeva, Elgiz Mahmudov, Yevlax.